Azərbaycanın mərhum xalq artisti Yuri Baliyev və əməkdar artist Natalya Baliyevanın 1981-ci il təvəllüd oğulları Artur Baliyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb. Bölgə TV xəbər verir ki, bu barədə Qafqaz İnfoaza Baliyev özü məlumat verib. O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayon 8-ci mikrorayon Əzəmin Naxçıvani küçəsində baş verib. Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anama məxsus maşının nömrəsini deyərək bu maşının bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim və Toyota markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus BMW markalı maşını onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir. Çünki Toyota'dakı cızıq xeyli yuxarıda idi. Həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər. Artur Baliyev bildirib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilmədiyini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum ediblər. Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var. Xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi rayon polis idarəsinin 5-ci polis şöbəsində araşdırma aparılır. Rəna Rövşən qızı, Bölgə TV.